Herkese salam dostlarım. Ben Tuba, kanal videoma her biriniz hoş gelmişsiniz. Bugün yeni bir video ile karşınızdayım. Yine yay günlükleri vlog tarzında bir video olacak. 2 günlük çekmeyi düşünüyorum çünkü saat 8'de hal-hazırda ve bir gün çekmek kifayet olmayacak. Ve bugün haftanın en sevdiğim günüdür ama yayda. Yayda en sevdiğim günü bazar günüdür. Kino var akşam daha 17'ye bakacağım. Yeni deyirəm saat 8'dir. 1-2 saatlıq bir vaxtım var kinonun başlamağına kadar. O arada ders eləyəcəyik. Ondan sonra isə sabah sizin üçün tez durub bir video çəkəcəm bir gün. Bugün tez çəkməməyimin səbəbi yenə istilər. Həvəs olunmur istidə dərs eləmir. Ona görə axşamı gözləməli oluram. Axşam da vaxt müddət qısıtlı olduğuna görə bugün az olacaq, amma sabah tez durub çəkəcəm. Onda çox vaxt itirmədən videoya keçək. Kompüterdə WhatsApp-ın açılmağını gözləyirəm. Çünki bugün ancaq ingilis dili və Azərbaycan dili eləməyi fikirləşirəm və ingilis dilindən Nərgiz Nəcəfin PDF-i var. Listening, reading PDF-i. Video çəkdiyim üçün telefondan açmıram. Əgər kompüterdə WhatsApp-ın açılmağını gözləyirəm. Açılsın, başlayacaq yazmaq. Mənim artıq bu WhatsApp-ın açılmağını gözləməyə səbrim çatmadım. Ona görə topludan başlayaq. Bu da nə vaxt açılar, yəni PDF-dir. Əslində PDF-in açılmağını gözləmirəm, yəni WhatsApp-ın açılmağını gözləyirəm. Onun açılandan sonra da PDF-in açılmağı və s. biraz zəif hissə məngir oralar. Ona görə indi topludan bilmirəm. Mövzuya mı başlayayım? Yəni məsələn, isim başlayayım, izaha baxın, test mi yazım? Yoxsa essay, yoxsa mətn, hansını eləyim? Qərarsız qalmışam. Mövzuya başlamayacağım. Nazlı PDF-imiz, WhatsApp-ımız açılana qədər buradan gəlin isti bir dənə short textlərdən işləyək. Başlayaq short text işləməyə. Hal-hazırda ağlıma gözəl bir fikir gəldi. PDF açılmır, yəni WhatsApp açılmır. Ona görə Nərgiz Nəcəfin başını buraxın. Topluda biraz işlədim, qoydum kənara çünki ağlıma yenildirəm. Gözəl bir fikir gəldi. Açacağım 8-ci sinif ingilis kitabını. Başdan, başdan. Təkrar kimi qayda, lüğət, söz nə varsa. Yəni elə bir ki, kitabın qısa konspektini çıxardacağım. Əsas məqamlarını, yəni ümumi təkrar kimi bir şey olacaq. Bugünlük bitirirəm. Gələcəm indi kinoya baxmağa. Sabah yenə davam edəcəyik. Məncə 1 saatlıq, 1-2 saatlıq çalışma, yəni normal bir şey. İngilis dili ilə deyəncə. Sabah davam edəcəyik. Bu dünənki yazdığım qayda və sözlərdir. Yəni 8-in kitabından idi bu. Dünya Nigarın bu şekilde listening readinginden işleyeceğim 2-3 sene.
Deməli, ikinci listeningə keçəndən sonra ağlıma belə bir üsul gəldi. Bu arada bayaq göstərdiyim kimi bir tərəfdə listeningin tapşırıqları yazar, bir tərəfdə də qulaq asıram. Burada sualları birinci nəzərə yetirirəm və suallarda baxıram ki, başa düşmədiyim, yəni bilmədiyim hansı sözlər var, onları bu formada lüğətə yazıram, öyrənirəm. Və belə deyim, söhbətə də hakim olmuş oluram. Biz məktəb vaxtı da listeningə qulaq asanda ilk öncə belə edirdik. Suallarla tanış olurduq, bilmədiyimiz sözləri bilirdik, yazırdıq, öyrənirdik. Ondan sonra listeningə qulaq asırdıq. Ona görə indi belə elədim və indi qulaq asıram, görək necə olacaq. Bəli dostlarım, mən hal-hazırda bu şəkildə hazıram. Əynimi geyindim, saçımı düzləşdirdim. Çıxmağımız qaldı. Ən son sizinlə birlikdə listening eləyirdik, səhv xatırlamıramsa. İndi isə çıxacağıq, hara çıxacağıq? Fizioterapiyaya gedirəm. Onu da videoya belə əlavə etmək istədim. Dediyim kimi birlikdə hazırlaşdıq. İndi gedək çantamızı yığaq. Sonra isə çıxmağımız qaldı, bu qədər. Bugünkü vlogumun sonuna gəldik. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bir sonraki videolarımda görüşənədək. Sağ olun.